Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ən son paylaşdığım sertifikasiya ümumi sınaq imtahanının izahlarına baxacağıq. Vaxt itirmədən suallara keçirilək. Birinci sual. Cənub-Şərqi Asiya regionunun Cənubi Asiya regionundan fərqli xüsusiyyətlərinə daxildir. 1. İnkişaf etmiş ölkə malikdir. Bu doğrudur, fərqlidir. Çünki burada Singapur var. Çəltikçilik tək Cənub-Şərqi Asiya yox, Cənubi Asiya üçün də xarakterlikdir. 7. Sahillərini iki okean suları yuyur. Bəli, Cənub-Şərqi Asiyanı həm sakit, həm də Hind okeanı. Doğru. Regionda həm G20, həm də qoşulmama hərəkatına üzv olan ölkə mövcuddur. Hər ikisində var. Cənub-Şərqi Asiyada misal üçün İndoneziya, Cənubi Asiyada isə Hindistan. 3 yarımkürədə yerləşir. Hər ikisi 3 yarımkürədə yerləşir. Çünki Cənubi Asiyada yerləşən Maldiv Respublikasının da ekvator xətti kəsir. Şərqi Asiya subregionu ilə həmsərhəddir. Çinlə həm Cənubi Asiyanın sərhədi var, həm də Cənub-Şərqi Asiyanın sərhədi var. Bu da oxşardır. Cavab yalnız 1 və 3. İkinci sual. Doğru sıraları müəyyən edin. Göydərə qara meteorologiyadır, amma Laçın yox, Kəlbəcərdir. Muradxanlı yanacaq energetika imişdir, doğrudur. Neft yatağıdır. Qaradağ qara meteorologiya deyil, misdir, əlvan olmalıdır. Zəylik əlvan meteorologiya Daşkəsəndə doğrudur. Qaraçala yanacaq energetika neft yatağıdır, amma Neftçalada yox, Salyanda yerləşir. Ağdağ seolit yatağıdır, kənd sərvətində istifadə olunur, düzdür. O da Tovuzda yerləşir. Doğru. Şərqi Zəngəzur iqtisadi rayonu haqqında doğru deyil. Bütün inzibati rayonları xarici ölkənin həmsərhəddir. Bəli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl. Hər birinin xarici ölkənin sərhədi var. Sonra davam edirik B bəndindən. Arıçılığın inkişafı üçün böyük potensiala malikdir. Dağ çəmənlərlə zəngin olduğuna görə doğru götürə bilərik. Getdi. Dağ mədən sənayesi inkişaf etmişdir. Bəli, xüsusilə də Kəlbəcər kimi, Laçın kimi, Zəngilan kimi inzibati rayonlarda dağ mədən sənayesi mövcuddur. Y bəndinə baxırıq. 2 xarici ölkə və 2 iqtisadi rayonun həmsərhəddir. Xarici ölkə kimi Ermənistan və İran, iqtisadi rayon kimi 1 Qarabağ, bir də Gəncə Daşkəsəndən sərhədi mövcuddur. Bu da doğrudur, getdi. D bəndi doğru cavabımızdır. Şəhərlər və inzibati rayonların sayı bərabər deyil, xeyr, bərabərdir. Çünki burada 5 inzibati rayon və 5 dənə şəhər yerləşir. Rayon mərkəzi olmayan şəhər burada yoxdur. Çayın mənbəyində havanın temperaturu -5, mənsəbində isə müsbət 16-dır. Çayın uzunluğu 1000 km olarsa, onun meyilliyini santimetr bölək kilometrdən hesablayın. Əvvəlcə metr bölək kilometrdən hesablayaq, sonra santimetrə çevirək. 16 -5 elədir 21 cc. Hər 1000 metrdə 6 cc-dirsə, x də 21-dir. X eləyəcək 3500. Düşməni, yəni 3500-ü böləcək uzunluğa, yəni 1000-ə edəcək 3,5. Amma bizə santimetr bölək kilometr dediyinə görə metri santimetrə çevirəndə sadəcə 100-ə vurmalıyıq. O da edəcək 350 santimetr bölək kilometr. Cavabımız Y bəndi edirdi. Şollar düzündən Bazar düzü zirvəsinə kimi hansı iqlim yarımtüpünə rast gəlinmir? Dağ tundra ilə Bazar düzünün özü dağ tundradır. Bütün fəsilləri bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacındadır. Cavabımız budur. Yağıntıları bərabər paylanan mülayim isti iqlim Qusar müayili düzənliyi buradadır. Sonra qışı quraq keçən soyuq iqlim yan silsilə misal üçün bu iqlim tipindədir.
Qışı mülayim keçən yarım səhra isə şollar düzü bu iqlim tipindən başlayır. Xəritə sxemdə göstərilmiş iqtisadi rayonların oxşar xüsusiyyətlərinə fikirlərini müəyyən edin. 1. Şəkil-Zaqatala, 2. Milmuğan, 3. Lənkəran-Astara. Yay otlaqları mövcuddur, Milmuğan yox. Riskli tabii şəhərə malikdir, Milmuğan yox. Tütünçülük, Milmuğan yox. İqtisadi rayonda hava limanı fəaliyyət göstərir, Milmuğan yox. D bəni doğrudur. Ərazisində qışı mülayim keçən yarımsəhra və quru çöl iqlim yarım tipi mövcuddur. Milmuğan onsuz da bütövlükdə həmin iqlim yarım tipindədir. Şəkil-Zaqatalada Acnohur düzünü deyirik ki, həmin iqlim yarım tipindədir. Lənkəran-Astarada isə Qızılağac körfəzi sahilində həmin iqlim yarım tipinə rast gəlinir. Doğru cavabımız D variantı idi. Türk dilli xalqlara aiddir. Burada Şimali Qafqaz xalqlarından söhbət gedir. Şimali Qafqazda yerləşən Türk dilli xalqlardan söhbət gedir. Şimali Qafqazda yerləşən Türk dövlət qurumları Qaraçay Çərkəz və Kabarda-Balqaristandır. Qaraçay Çərkəzdə Qaraçaylar türkdür, Çərkəzlər Qafqaz xalqları. Kabarda-Balqaristanda isə demək Balkarlar türk xalqlarıdır, amma Kabardinlər Qafqaz xalqlarına aiddir. Cavabımız 1 və 3. Yəni Balkarlar və Qaraçaylar türk xalqlarına aid edilir. Bakı şəhərində günorta vaxtı cismin kölgəsinin uzunluğu cismin öz uzunluğuna bərabər varsa, hər hansı bir məntəqədə cismin kölgəsinin uzunluğu cismin öz uzunluğuna bərabərdirsə, günəş şüalarının düşmə bucağı 45 dərəcədir. Nə vaxt Bakıya 45 bucaqdan düşər? Əlbəttə ki, günəş 5 dərəcə cənubda zenit olanda. Qış şimaldan 45 dərəcə cənuba doğru düşürsünüz, eləyir 45 cənub enliyi. Və yaxud düsturla hesablasaq 45 bərabərdir 90 çıxaq 40 plus x. X bərabərdir -5. Bakı qış şimalda olduğuna görə, cavab mənfi aldığımıza görə 5 cənub enliyi götürə bilərsiniz. Koordinatla hesablaya bilmirsinizsə, düsturla hesablaya bilərsiniz. Wellington hansı şəhərdir? Wellington Yeni Zelandiyanın şəhəridir. Günəş cənub yarımkürəsindədirsə, Yeni Zelandiyada ya yay fəsli ola bilər, ya da yaz fəsli ola bilər. Necə ki, günəş şimalda olanda Azərbaycanda ya yaz fəsli ola bilər, ya da yay fəsli ola bilər. Yəni, günəş şüaları ya 23:5 cənuba düşür hal-hazırda. Yəni, payız fəslidir. Bizim yarımkürə ilə payız fəslidir. Bizim yarımkürə ilə payız fəsli orada hansı fəsli olur? Yaz fəsli. Və yaxud günəş 23:5 şimaldan ekvatora doğru qalxır. Şimalda qış, cənubda isə yay fəsli. Wellingtonda nə oldu? Yaz və yay. Cədvələ əsasən doğru variantı müəyyən edin. Axtaran Paşalı, Keyrəki, Torağay ölkəmizin parça vulkanlarına daxildir. Doğru fikirdir, amma qabağına yanlış qoyub. Falkland, Baffin torpağı və Baham adaları qərb yarımkürəsində yerləşir. Bəli, hər biri qərb yarımkürəsindədir. Doğrudur, qarşısına yanlış qoyulubdur. Atlas dağları, Ant dağları və Kuril adalarında geotermik fillər böyükdür. Seismik ərazilərdir. Geotermik fillər burada böyük olmaz, kiçik olar. Yanlış fikirdir, qarşısına doğru qoyubdur. Vəlvələ çay, Vilət çay və Arat çaylarının eroziya bazisi okean səviyyəsindən aşağıdadır. Vəlvələ və Viləş onsuz da Xəzərə tökülür. Arat çayı isə töküldüyü ərazi təqribən -11 metrə bərabərdir. Doğru fikirdir, qarşısına doğru qoyulub. Lənkəran və Naxçıvan təbii vilayətləri Ön Asiya fiziki coğrafi rayonunda yerləşir. Ön Asiya fiziki coğrafi rayon deyil, birincisi fiziki coğrafi ölkədir. Həm də Lənkəran Cənubi Qafqaza aiddir, Ön Asiya aid deyil. Yəni, yanlış fikirdir. 10. Faktoloji birliyidir. Netpark Böyük Britaniyada yerləşir. Z-Park içində yerləşir. Sofia Antipolis isə Fransada yerləşir.
İki tektonik zonadan keçən çaylar. Kür yalnız bir tektonik zonası, yəni Kür çökəkliyi tektonik zonasından keçir. Qanıq ölkəmizdə yalnız bir tektonik zonadır. Kür çökəkliyi. Araz 3 tektonik zonadır. Daha sonra Qabırra həmçinin bir tektonik zonadır. Qoşqar Kiçik Qafqaz Kür çökəkliyi 2, Qarqar Kiçik Qafqaz Kür çökəkliyi 2, Qusar tektonik zona olaraq keçir Böyük Qafqaz və Ön Qafqaz 2. Cavab D bəndidir. Y bəndində yenə də Kürü çıxmaq lazım idi və ya Sumqayıt çayı çıxmaq lazım idi. Sual işarəsinin yerinə yazıla biləcək fikirləri nəzərə alsaq, demək, boşluğa uyğun gələn ölkələr qrupunu müəyyən edin. Monarxiya olsun, unitar olsun, bir də inkişaf etmiş. Kanada monarxiya deyil. B bəndi düzdür. İsveçrə, Böyük Britaniya, Yaponiya və Vatikan ola bilərdi. Singapur monarxiya deyil. İsveçrə monarxiya deyil. Belçika unitar deyil. Daha sonra Mərakeş inkişaf etmiş ölkə deyil. Esvatini də onun kimi. Butan həmçinin Lesotho da onun kimi. Küveyt inkişaf etmiş ölkə deyil, getdi. Yordaniya inkişaf etmiş ölkə deyil, getdi. Cavab B variantı. Pirqulu Şamaxıda yerləşir, Şamaxı inzibati rayonunda. Şamaxı fiziki coğrafi rayonu və ya Dağlıq Şirvan fiziki coğrafi rayonu. İlisu Qaxda yerləşir, o da Zaqatala Lahıc fiziki coğrafi rayonuna aiddir. Doğru olmayan fikri müəyyən edin. Baxırıq 1-7 Acnohur və Masazır tektonik mənşəli göldür. Doğru fikirdir, getdi. 5-6 Meşə landşaftından yuxarıda yerləşir. 5 Tufan göldə bəli çox hündür dağ göldür. 6 Maral göldə hündür dağ göldür. Dağ çəməndə yerləşir. Doğrudur, getdi. 3-4 Uçqun mənşəli göllərdir. Uçqun bənd. Batabat da Göy göldə həqiqətən də uçqun bənd mənşəli göldür. Getdi. 2-8 birdən artıq inzibati rayon arasında yerləşir. Sarısu İmişli ilə Sabirabad, baxaq görə yox hansıdır? 8. Ağgöl isə Ağcabədi və Beyləqan rayon arasındadır. 9-10 xarici ölkə sərhəddə yerləşir. Burada Böyük Alagöl yalnız və yalnız Azərbaycan arasındadır. Kəlbəcər inzibati rayonunda. 4 ton okyan suyundan 60 kilogram duz alınarsa, həmin su hövzəsində orta duzluq nə qədər olar? Tamam, 4 tonda 60 ise 1 tonda x-dir. 60'ı 4'e böləcək, eləyəcək 15. Avropanın materik daxili ölkələri. Rumıniya materik daxili deyil, Polşa deyil, Sloveniya deyil, Monaco deyil, cavab Lüksemburg, Liechtenstein və Serbiya. Mənsəbi doğru göstərilmişdi. Reyn Niderland olmalıydı. Dunay Rumıniya və Ukrayna. Visla çayı Polşa olmalıdır. Amur Rusya doğrudur. Mekong Vietnam doğrudur. Magdalena Kolumbiya doğrudur. 18. İqlim diaqramının aid olduğu inzibati rayon hansı ölkələr ilə həmsərhəddir? Bu inzibati rayon Zaqatala inzibati rayonudur. Qışı qura keçən mülayim iqlim tipində yerləşir. Zaqatalada baxaq görək, Rusiya və Gürcüstanla həmsərhəddir. Cavab C. Otuz cc temperaturda 3 kub metr havada 18 gram su buxarı çatışmır. 30'da bilirik ki 30 gram su buxarı olmalıdır. 3 kub metrdə 18 çatışmırsa 1 kub metrdə nə qədər çatışmır? 18 bölü 3 bərabərdir 6. Əgər 30'un 6'sı çatışmırsa mütləq rütubət neçə qramdır? 24 qram.
Temperatur 10 dərəcə aşağı düşdü. 30 idi, 10 dərəcə aşağı düşdü, 20 elədi. 20-də nə qədər saxlaya bilər? 17. 24 qram idi, amma 17 saxlaya bilər. Demək, 1 kub metrə yağış nə qədər oldu? 24-dən 17-sini çıxanda 7 edir. Bizə də ən sonda 40 kub metr dediyinə görə 7-ni vuracaqsınız 40-a, edəcək 280 qram. Enerji mənbələrinə meyl edən metallurgiya sahələri. Biz axtarmalıyıq yüngül əlvan metalları. Ağır əlvan metallar və qara metallar əsasən xammal mənbələrinə meyl edir. Sink, mis 7, qurğuşun xromit 7, titan maqnezium düzdür, alüminium düz idi, qala 7, boksit dəmir feyzi 7. Cavab titan və maqnezium idi. Dəmir feyzi qara metaldır, ona görə də enerji mənbələrində yox, əsasən xammal mənbələrində meyl edir. 21. Dünya xəritəsində 60 qərb uzunluğu və 40 şərq uzunluğu arasında 40 dərəcəlik paralel üzərində məsafə 20 cm-dir. Xəritənin bu hissəsi üçün xüsusi miqyasını hesablayın. Xüsusi miqyası taparkən koordinatdan aldığımız məsafəni xəritə üzərindəki məsafəyə bölməliyik. 60 qərblə 40 şərq arasında 100 dərəcə fərq var. 40-cı paralel üzərində 85,4-ə vururuq. Ən sonda nəyə bölürük? Xəritə üzərindəki məsafəyə, yəni 20-yə. O da 427 edir. Cavab A variantı. Bərdə Qarabağ, Ucar Mərkəzi Aran, Ağdərə Qarabağ, Beyləqan Milmuğan, Sabirabad Milmuğan, Yevlax Mərkəzi Aran. Doğru cavabımız A variantı idi. Verilmiş məlumatları aid olduğu şəhərin müəyyən edin. Lerik ilə eyni tektonik zonada yerləşir. Yəni, Kiçik Qafqaz tektonik qalxmasında. Naftalan Kür-Çökəkliyi idi, getdi. Şirvan Kür-Çökəkliyi idi, getdi. Demək, Liman tektonik zon olaraq Kür-Çökəkliyi idi, getdi. Qaldı Xankəndi və Şuşa. Və rayon mərkəzi olmayan şəhər deyirsə, Şuşanı da çıxırıq, qalır Xankəndi. 24. Gliosologiya nəyi öyrənir? Gliosologiya əlbəttə ki, buzlaqları öyrənən elm sahəsidir. Cədvələ əsasən rəqəmlərin yerinə yazıla biləcək ölkələri müəyyən edin. Baxırıq 1-ə. Yeni sənaye ölkələr qrupuna daxildə aid olan fikirlər var, bir də aid olmayan fikirlər var. Yeni sənaye ölkəsi həmçinin daxil suları 3 hövzəyə aid. Aid olmayan Hind-Avropa dilaləsinə aid olmağı, bir də 3 yarımkürədə yerləşməyi. Baxırıq, yeni sənaye ölkəsi olsun, daxili suları 3 hövzəyə aid olsun. Biz bunu götürə bilərik Türkiyə. Və həmçinin əhalisi də həqiqətən də Hind-Avropa dil ailəsinə mənsub deyil. Bu da doğru olmayan fikirdir. Mənsub da deyil, amma mənsub deyil. 3 yarımkürədə yerləşir. Bu da aid olmayan fikirlərə daxildir. Sonra başqa baxaq görək hansısa bir ölkə aiddir ora? Xeyr, bir dənə Türkiyə. Sonra gəldik sahillərini 2 okean suları yuyur, inkişaf etməkdə olan ölkələr qrupuna daxildir. Sahillərini 2 okean suları yuyur, inkişaf etməkdə olan ölkə, aid olmayan fikir, Asiyan ölkəsi olsun, aid olmayan və heç bir ölkə ilə quru sərhədinə malik deyil. Bunlar da aid olmayan fikirdir. Tayland da baxırıq. Taylandın da sahillərini 2 okean suları yuyur və inkişafda olan ölkələr qrupuna daxildir. Amma Tayland Asiyan ölkəsi olduğuna görə burada da aid olmayan tərəfdə Asiyan ölkəsi veribdir. Ona görə Taylanda çıxmaq lazımdır. Belizin sahillərini 1 okean suları yuyur, getdi. Yamayka da həmçinin 1 okean sularıdır, getdi. Hindistan 1 okean sularıdır, getdi. Nə qaldı yerdə? Honduras. Onsuz da heç bir cavabda
Birinci tərəfə Taylandın olduğu yox idi. Birinci tərəf Türkiyə götürdü. İkinci tərəf isə uyğun gələn bir dənə Honduras idi. Daha sonra bir-birinə divergent sərhədə malik olmayan litosfer tavaları. 1 ilə 5 götürmüşük. 1 ilə 5 divergent deyil, konvergentdir. Toqquşma zonasında yerləşir. 1-6 1-6 aralanır. Orada Galapagos adaları yaranır. Düz. Yəni Kokosla Nazca. 1-8 demək Nazca ilə Sakit Okean aralanır. Aralama zonasından misal üçün yaranır Pasxa adaları. 3-4 3 ilə 4 Avropa ilə Avrasiya bəli aralanır. Misal üçün aralama zonasında İsland adası yerləşir. 2 ilə 3 Afrika ilə Şimali Amerikanın divergent zonası varmı? Bəli, mövcuddur. Elə xəritədən də özünüz görə bilərsiniz. Bu variantda getdik. Qaldı 1 və 5. Qoşulmama hərəkətinə üzv olan qoşulmama hərəkətinə üzv olan qeyri-ümumi ölkələr üçün ümumi ortaq xüsusiyyət. Baxa görək hansı ölkələrdir? Qeyri-ümumi ölkəsi olsun və qoşulmama hərəkətinə üzv olsun. Car, İndoneziya, sonra Hindistan, və bir dənəsi qaldı. Səudiyyə Ərəbistan. Bunlar qeyri-ümumi ölkəsində həm də qoşulmama hərəkətinə üzdür. İnkişaf etməkdə olan ölkələr qrupudur. Car yox. 2 yarımkürədə yerləşir. İndoneziya yox. Təbii artım ikinci tip xarakterlikdir. Bəli, bu ölkələrin hər birində ikinci tip xarakterlikdir. Doğru. BRICS ölkələrinə daxildir. Səudiyyə Ərəbistandan İndoneziya yox. Geosignal qurşaqda yerləşirlər. Misal üçün Car yox, geosignal qurşaqda deyil. Cavab C bəndə. Cədvələ əsasən doğru olanları müəyyən edin. Qırşıq dağlar, yəni cavan dağlar. Bunlardan bir dənə Qafqazdır. Kaf faylıdır. Altay isə qırşıq faylıdır. İkinci şərtdə isə qırşıq faylı dağlar deyir. Skandinaviya 7 faylı dağdır. Qırşıq faylı bir demək sayan dağlardır, bir də Tyanşan dağlardır. Cavab nə oldu? 3, 4, 6. 29. 53 şimal, 92 şərq uzunluğunda yerləşən A məntəqəsi ilə 44 cənub, 21 qərb uzunluğu arasındakı yerli və qurşaq vaxt fərqini müəyyən edin. Yerli vaxt hesablayanda vermiş coğrafi uzunluqlardan biri şərqdə və biri qərbdə olduğuna görə toplayırıq. Edir 113. 113'ü böldük 15'e. Edəcək 7 dəfə 105. Qaldı 8. 4'e vururuq, edir 32. 7-32 onun yerli vaxtıdır. Bəs qurşaq vaxtını necə təyin edirdik? Qurşaq vaxt tapanda ayrı-ayrı bölmək lazımdır. 92 şərq uzunluğu 15'e bölürük. 6 dəfə düşür. Qalıq 2'dir. Yəni 7 onda 5'dən kiçikdir. 6'nın özünü götürürük. 6 saat şərq tərəfdən. 21 qərb uzunluğu 21'i böldük 15'e 1 dəfə düşür. Qalıq 6. Yəni 7 onda 5'dən kiçik olduğuna görə 1'in özünü götürürük. Qərb tərəfdən isə 1-ci saat qurşağı. Yəni 23-cü saat qurşağı. 6-1 neçə saat qurşağı oldu? 7 saat qurşağı. Cavab D variantı. Doğru olan fikirləri müəyyən edin. Böyük Qafqazın cənub yamacından keçən bütün çayların qidalanmasında yağış və yeraltı sular üstünü təşkil edir. Bütün çaylar deyilməliyik. Misal üçün Dəmirəparan çay. Orada qar və buzlaq sulardır. Səhvdir. Qütbətrafı ərazilərdə qar xətti daha aşağıdan keçir. Doğru fikir. Sərsəng su anbarı 2 iqtisadi rayonda yerləşir. Sərsəng su anbarı Ağdərədə yerləşir. O da 1 iqtisadi rayondur. Vilət-çayın qidalanmasında yağış suları üstünü təşkil edir. Düzdür. Türkmənistanın daxili suları ancaq daxilə xaric hövzədir. Doğrudur. Stoplayıcı hövzəsi bütövlükdə cənub yarımkürəsində yerləşən ən uzun çay Zambezi yox. Biz burada paranla götürsək daha yaxşı olar. Getdi.
Doğru cavab 2, 4, 5. C variantı. Hansı liman Şanxay limanı ilə bir yerdə dünyanın ən işləkdən ticarət qovşaqlarından birini təşkil edir? Çinin şərq sahilində yerləşir. Tamam, bu Çində yerləşməlidir. Tiba Yaponiya, Kyoto Yaponiyada, Dampier demək Avstraliyanında. Busan və yaxud Busan da deyirlər, o da Cənubi Koreyanında. Burada Çinin limanlarından bir dənə Ningbo'dur. Respublikamızda yayılmış qonur meşə torpaqları üçün xarakterik olan fikirləri seçin. Baxırıq, rütubətli dağ meşələri xarakterikdir. Düzdür, rütubətli dağ meşələri üçün xarakterikdir. Fıstıq fələs ağacları doğrudur. Palt meşələri bu qəhvəyi meşə torpaqları üçün xarakterikdir. Arit meşələri qəhvəyi meşə torpaqları üçün xarakterikdir. Lənkəran vilayətində daha çox dağ sarı torpaqlardır. Böyük və kiçik Qafqaz vilayətlərində daha geniş yayılıbdır. Doğrudur. Cavab 1, 2, 6. Ümumilli məhsulun miqdarı 200-dür. Ümumdaxili məhsul isə 240 milyard. Üdumuda 40% xarici şirkətlərin payıdır. Tamam. 240-ın 40%-i xarici şirkətlərin payıdırsa, ölkə şirkətlərinin daxildəki payına qalır 60%. 240-ın 60%-i görək nə qədər edəcək? Bir dənə hesablayım. $144. Ölkə şirkətlərinin ölkə daxilindəki payı 144 milyard oldu. Əgər 200-ün 144-ü ölkə şirkətlərinin daxildəki payıdırsa, geridə qalır 56-sı ölkə şirkətlərinin xaricdəki payına. Cavab B variantı. Çünki ölkə şirkətlərinin daxildəki payı həm ümumiyə aiddir, həm də üdumiyə aiddir. 34. Fiziki coğrafi rayonlarla bağlı doğru olmayan fikri müəyyən edin. Fərqli xüsusiyyətlər, oxşar xüsusiyyətlər qeyd olunub. Baxaq. Şamaxı ilə Talış birdən artıq fiziki coğrafi rayondan ənsərətdir. Şamaxı amma Talış yox. Həqiqətən də fərqli oldu, bu düz. Lənkəran və Mərkəzi rayon Xəzər dənizində birbaşa çıxışı mövcuddur. İkisinin də var. Oxşar fikirdə doğru oldu. Gəncə və Vulkanika ilə Nival landşafta rast gəlinmir. Bəli, Kiçik Qafqaz vilayətində Nival landşaft demişik yoxdur. Oxşar fikirdir, doğru. Günnüt qapıcıq və Samur dəvəçi yalnız bir xarici ölkənin həmsərhəddir, ikisi də bir xarici ölkənin həmsərhəddir. Fərqli yox, bu olmalıydı oxşar fikir. D bəndi yanlışdır. Y bəndi Qonaqkənd və Qarabağ aid olduğu təbii vilayət Cənubi Qafqaz fiziki coğrafi ölkəsində yerləşir. Bəli, ikisi də həqiqətən də Cənubi Qafqaz fiziki coğrafi ölkəsinə aid edilir. Yəni doğrudur. Oxşar fikirdir. Verilən şəhərləri onların yerləşdiyi paralel çevrelərin uzunluğunun artma ardıcılığı ilə müəyyən edək. Yəni qütblərdən ekvatora doğru düzək. Birinci Finlandiyanın şəhəri Helsinkini götürdük. Sonra Böyük Britaniyanın London şəhərini, daha sonra Cənubi Koreyanın Seul şəhəri, sonra Bəhreynin Manama şəhəri, daha sonra isə İndoneziyanın demək Jakarta şəhərinə. Echolotdan göndərilmiş səs siqnalı 4 saniyə geri qayıdarsa, su hövzəsinin dərinliyi neçə metr olar? 4 saniyə geri qayıdırsa neçə saniyə çatıbdır? 2 saniyə. 1 saniyədə 1500 metr hərəkət etdiyinə görə 500-ü vurursunuz 2-yə, eləyir 3000 metr. Hansı variantda hər iki inzibati rayonda yerləşən mineral bulaq yanlış göstərilmişdir? Baxaq görək. A bəndi Minkənd, bəli, bu yanlış göstərilibdir. Minkənd olmalıdır Laçında, Şuşada yox. Amma Tutqun doğru göstərilib burada. Tutquna görə bax burada çıxırıq. Kəlbəcərdir. B bəndinə baxırıq. 3-ə meşə su verir. Meşə su Lənkəranda olmalıdır, Masalda yox. Bax bu yanlış göstərilibdir.
4-də Bədo veribdir. Bədo Şamaxıda yox, İsmailidə olmalıdır. Bu da yanlış göstərilibdir. Cavab B bəndidir. İndi C-yə baxaq. 7-yə İlisu veribdir. Baxaq görə 7 hardadır? Hə, İlisu şəkdə deyil, qaxdadır. Bu yanlış göstərilibdir. Ona Xalxal verirdi. Amma Xalxal Oğuzdadır. Bu doğru verilibdir. D bəndinə baxırıq. 2-yə Sıraf veribdir. Sıraf Babəkdədir, Şahbuzda deyil. Bu yanlış göstərilibdir. 8-ə Xaltan veribdir. Xaltan Qubadadır. Amma bu doğru göstərilibdir. Getdi. Y bəndinə baxırıq. 5-ə Qotursu veribdir. Qotursu Lənkəranda yox, Masallıda olmalıdır. Bu yanlış göstərilibdir. 9 Qəbəliyə Bum veribdir. Amma Bum doğru veribdir. Getdi. A rəqəmi ilə hansı iqlim yarımküre təsvir olunubdur? Kiçik Qafqazın cənub-şərq qurtaracağı, Böyük Qafqazın cənub-şərq qurtaracağı, Lənkəran ovalığı və s. Bu yayı qura keçən mülayim isti iqlim tipidir. Əhalinin böyük hissəsi Niger Kordofon dil ailəsinə mənsub olmadığı ölkələr. Burada Kenya, Nigeriya daxildir, Senegal, Tanzaniya daxildir, Mozambik ilə Kongo daxildir, Kongo ilə Kamerun daxildir. Burada Liviya Afro-Asiyadır, Madagaskar isə digər dil ailəsinə daxildir. Madagaskar əsasən Cənub-Şərqi Asiya ölkələrindən oxşarlıq təşkil edir. Həm irq baxımından, həm də dil baxımından. Malaqasilər 40. 20 litr neftin yanmasından alınan istilik enerjisini neçə kiloqram yanar sis yandırmaqla almaq mümkündür? Biz bilirik ki, bir yanacaq vahidini digər yanacaq vahidinə çevirmək üçün həmin yanacaq vahidinin miqdarını vurursunuz öz əmsalına. Vuraq neftin əmsalı 1.5 bölürük. Bizdən soruşulan yanacağın əmsalı. Yanar sisinin əmsalı 0.3. O da bərabərdir. Görək nə qədər eləyir. Nə hesablayım. Bəli, tam-tamına 100 edir. Yəni doğru hesablamışıq. Cavab C. 41. Rəqəmlərə uyğun gələn ölkələrin siyasi mərkəzləri, yəni paytaxtlarını müəyyən edin. 1 Fransadır, Paris. 2 İtaliyadır, Roma. 3 Əlcəzairdir, Əlcəzair. 4 Mərakeşdir, Rabat. 5 Suriyadır, Dəməşq. Cavab Y bəndi. Günəş 20 şimal enliyində zenitdə olan zaman Daşkənd şəhərində günəşin çıxdığı və batdığı istiqamət. Günəş ekvatordan şimalda zenitdədirsə, yer kürəsində demək istənilən məntəqədə şimal şərqdə çıxıb, şimal qərbdə batacaq. Doğru cavab Y variantıdır. Ekvator üzərində olanda şərqdə çıxır, qərbdə batır. Cənub yarımkürəsində olanda isə cənub şərqdə çıxıb, cənub qərbdə batmış olur. İki fəsil müşahidə olunur. Yay qismən rütubətli, qış isə quraq olur. Tamam. Dekabr, yanvar, fevral aylarında əsasən mülayim hava kütləsi hakim olur. Mülayim hava kütləsi bunlardan hansılarında ola bilər? Subtropikdə də ola bilərdi, amma subtropikdə demək 4 fəsildir, 2 fəsil deyil. Mülayimdə 4 fəsildir, getdi. Qaldı subarktik və subantarktik. Subarktikdə mülayim hava kütlələri iyun, iyul, avqust aylarında hakim olur. Ona görə də yerdə qalır bir dənə subantarktik. D variantı. Musson iqlim şəraitinin xarakterik olduğu ölkələr Cənubi Asiya, Cənub-Şərqi Asiya, Şərqi Asiya ölkələrini götürə bilərdik biz burada. Bangladeş, Laos və Filippin aiddir. Kür çökəkliyi və Böyük Qafqazda yerləşən fiziki coğrafi rayon. A bəndə Şərorbat Böyük Qafqaz deyil. B bəndə Dağlıq Şirvan Kür çökəkliyi deyil. C bəndə Həkəri Kür çökəkliyi deyil. D bəndə Vulkanika ilə Böyük Qafqaz deyil. Cavab Y bəndi, Mərkəzi Aran və Qonaqkənd. 46. Müvafiq olaraq daxili və kənar dənizlər. Qara daxildir, Baltik daxildir, Egey daxildir. Norveç, Kara və Andaman isə kənar dənizlərə
aid edilir. Meyilliyi 2 metr bölü kilometr, düşməsi 800 metr olan çayın uzunluğunu müəyyən edin. Biz bilirik ki, meyillik bərabərdir düşmə bölü uzunluq. Tamam, meyilliyin yerinə 2 qoyacaqsınız, düşmənin yerinə 800 qoyacaqsınız. 800 2-yə böləndə neçə eləyəcək? Demək, 400 eləyəcək. Bu, buradakı uzunluqdur. 4-ə oxşadı bir baxımdan. 48. Turizm imkanları böyük olsa da, siyasi sabitliyin olmaması bu sahənin inkişafına mane olur. Bunlar hansında siyasi sabitlik yoxdur? Əlbəttə ki, Suriyada. Bəs digərlərində necədir? Digərlərində də turizm imkanları zəngindir, amma iqtisadi gerilik turizmə mane olur. 49. Doğru göstərilmişdir. Savanna subtropikdə ola bilərmi? Bəli, ola bilər. Torpağa qırmızı qonurdu. Misal üçün, Avstraliyada savanna subtropik iqlim qurşağında rast gəlinir. Tayqa subarktik deyil, mülayimdir. Çöl subtropikdə ola bilər, bəli. Qırmızı qara torpaq doğru. Pampalarda misal üçün. Səhralarda şaballı torpaq olmaz, boz torpaq olar. Codyarpaqlı subtropik qəhvəyi doğru. Tundra subarktik doğrudur, amma qırmızı sarı yox. Tundra qleyli torpaqlardır. Və gəldik 50-ci suala. Dəqiq maşın qayırmanın sahələrinə daxildir. Energetika ağır maşın qayırmadır. Elektronika düzüydür. Kənd təsərrüfatı ümumi maşın qayırmadır. Cihaz qayırma düzüydür. Elektronika düzüydür. Dağ meydan ağır maşın qayırmadır. Təyyarə və dəzgah ikisi də ümumi maşın qayırmanın sahəsidir. Y variantı doğru idi. Sualları izləyib bitirdikdən sonra çətinlik səviyyəsinə görə dəyərləndirərsiniz. 1. Çətin. 2. Orta. 3. Asan.